Azərsüd, Evita Gözəllik Mərkəzi, Diablonun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobiliyanın sponsorluğu ilə Şəfalı Həyat başladı. Şəfalı Həyat yenə də sizinlədir. Mən sizin həkim diyetolog Şəfa Yadigarova. Bugün də ARB kanalında hər bazar günü olduğu kimi sizinləyəm. Bugün də verilişimizdə maraqlı mövzular, faydalı məsləhətlər, mənim şəxsi gözəl, dadlı, arıqladıcı reseptlərim hər zaman mənimlə olacaq elə mətbəximizdə. Odur ki, gözəl musiqi ilə bugün verilişimiz sizinlədir. Diqqətiniz məndə olsun, nəzərinizə çatdırım ki, kim Şəfalı Həyatı diqqətlə izləyir, bizim sual-cavab rubrikamızdan hədiyyələr onlara da düşür. Odur ki, Şəfalı Həyat hər zaman sizinlədir. İndi isə keçirəm qonaqlarımızı təqdim etməyə. Bugün studiyamızın həkim qonağı olacaq. Mən özüm həkim olduğuma görə həkimlərə çox dəyər verirəm və məhz Şəfalı Həyat verilişimizdə hər zaman peşəkar həkimləri dəvət etməyə çalışıram. Bugün də studiyamızın qonağı, işinin peşəkarı. Deyərdim ki, Azərbaycanda onun əvəzi yoxdur. Hətta Azərbaycandan kənarda da artıq səs etmiş bir həkimimiz qonağımız olacaq. Həkim, osteopat, pedaqoq, onu da deyəcəm nəyə görə pedaqoq deyərək vurğulayıram, naturopat. Ahu xanım bugün studiyamızın qonağıdır. Buyurun Ahu xanım. Salam. Ahu xanım, salam, xoş gördük. Necəsiniz? Xoş gördük. Necəsiniz? Bugün studiyamızın qonağı Ahu xanım Musayeva. Mənim əzizim, hətta mənim özümü də, belə deyək də, ən çətin mərhələlərdə, o ağrılar olanda hara qaçıram, özümü çatdıram Ahu xanımın yanına. Əlləri də maşallah qızıldır, şəfalıdır. Sağ olun, təşəkkür edirəm. Xoş gördük Ahu xanım. Dəvətinizə görə çox minnətdaram. Siz də dəyərlisiniz, verdiyiniz dəyərə görə də bir daha təşəkkür edirəm. Və inanıram ki, bu xalqımız üçün verdiyiniz bu töhfə əlbəttə ki, sağlamlığa xidmət edir və hər zaman var olasınız. Çox sağ olun. Bizim əsas məqsədimiz nədir? İnsanları şəfalandırmaq. İnsanlara düzünü və səhvi onlara düzgün şəkildə maarifləndirmək. Odur ki, bugün studiyamızın qonağı, işinin peşəkarı Ahu xanım Musayevadır. Buyurun Ahu xanım, əyləşin. Xoş gəlmişsiniz bir daha. Mənim əzizlərim, bundan öncə dediyim kimi, biz hər zaman çalışırıq ki, Şəfalı Həyat verilişi həm maraqlı olsun, həm əyləncəli olsun, həm maarifləndirici olsun, həm də təbii ki, sizi hər zaman formada saxlaya biləcək bir verilişimiz olsun. Odur ki, bugün studiyamızın qonağı. Hər zaman mənim dostum, mən onun ilk dəfə onunla tanış olanda, belə deyək, mənim ad günümdə tanış oldum və mən onun ifasına, səsinə bayıldım. Doğrudan da çox enerji dolu bir insan, gözəl dost, gözəl ifalarınla doğrudan da səhnəni fəth etmiş İlqar Sadıqov. Sevgilim seyrə çıxaq, burada gəlik baharı. Sevgilim seyrə çıxaq, burada gəlik baharı. Dil açır qəlbimizin ən şirin arzuları. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarkaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarkaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəli. Ay bu çəmənlərdə gəzir Vaqifin şux gözəli. Ruhunu buradan alır Natavanın qəzəli. Ruhunu buradan alır Natavanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarkaman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum.
Gözəl haralısan, yar haralısan, dağların maralısan, yar maralısan. Ay gözəl haralısan, yar haralısan, dağların maralısan, yar maralısan. Gözlərindən tanıram sən Bakının maralısan, Bakının maralısan, yar haralısan. Gözlərindən tanıram sən Bakının maralısan, Bakının maralısan, yar haralısan. Su gəlib arxana var, tökülüb çarxana var. Səni mən çox sevirəm, yar səni mən çox sevirəm. Bilmirəm xalxana var, yar haralısan. Su gəlib arxana var, tökülüb çarxana var. Səni mən çox sevirəm, yar səni mən çox sevirəm. Bilmirəm xalxana var, yar haralısan. Başında xşalı var, yanağında xalı var. Özü ceyran balası, yar haralısan. Gözlərindən tanıram sən Bakının maralısan, Bakının maralısan, yar haralısan. Gözlərindən tanıram sən Bakının maralısan, Bakının maralısan, yar haralısan. Özün getdin, intizarın qaldı ya. Məhəbbətin yoxsa gözə gəldi ya. Özün getdin, intizarın qaldı ya. Məhəbbətin yoxsa gözə gəldi ya. Dost tanışlar bəlkə bizə gəldi ya. Dost tanışlar bəlkə bizə gəldi ya. Bəs nə deyir məni sənsiz görəndə? Bəs nə deyir məni sənsiz görəndə? Ey deyim miyarətdini, andını buzdu getdi. Əllərini əlimdən hirsilə üzdü getdi. Deyim miyarətdini, andını buzdu getdi. Əllərini əlimdən hirsilə üzdü getdi. Yer toxundu yarpaqlara, nəğmə qondu dudaqlara. Yer toxundu yarpaqlara, nəğmə qondu dudaqlara. Dönüb baxdım uzaqlara, səni gördüm ay sevgilim. Dönüb baxdım uzaqlara, səni gördüm ay sevgilim. Bir mehriban üz görəndə, bir cüt ala göz görəndə. Bir mehriban üz görəndə, bir cüt ala göz görəndə. Qara xallı qız görəndə, səni gördüm ay sevgilim. Qara xallı qız görəndə, səni gördüm ay sevgilim. Sənin kimi yoldaş tapmaq çətindir. Məhəmmədin bu sevgisi dözümlüdür, mətindir. Mən bilirəm sənin kimi yoldaş tapmaq çətindir. Məhəmmədin bu sevgisi dözümlüdür, mətindir. Gəl bir olaq axıracan, axıracan bir olaq. Həyatda bir yol götürək axıracan.
gülük ha. Aşık olmazsan ki yok ha. Göz karalır baş fırlanır adam solur eşkile. Gör dünyada neler olur eşkile. Göz karalır baş fırlanır adam solur eşkile. Gör dünyada neler olur eşkile. Ben de serbest bir adamam yoldaşam kadınlara. Polat kimi yüreğim var sevgi haram el hara. Gaday bela. Gadasını alım gelnimin başına dönüm gelnimin. Gadasını alım gelnimin başına dönüm gelnimin. Sevdim nargile, tuttum şirin dile. Dedim gele deyleyek, canan dedi bele. Sevmirem, 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 yok yok yok. Kanalı men alım, başına dolanım. Durulum dolanım, ay kız ay kız. Kanalı men alım, başına dolanım. Durulum dolanım, ay kız ay kız. Yığışmışıq bugünü bu şən məclisə. Mahnı deyib yallı gedək səsləsə. Yığışmışıq bugünü bu şən məclisə. Mahnı deyib yallı gedək səsləsə. Sizlərin doğmaların oynasın. Bütün herkes saadete kavuşsun. Toy günüdür oynayın el çalın. Mahnı deyini yallı gedini el çalın. Toy günüdür oynayın el çalın. Mahnı deyini yallı gedini el çalın. Toy günüdür oynayın el çalın. Mahnı deyini yallı gedini el çalın. Bravo! İlqar, sənə bir daha təşəkkür edirəm. Mən istəyirəm Ahu xanımla başlayayım. Çünki Ahu xanım qeyri-adi bir insandır. Mən özüm həkim olduğuma görə professionallara həmişə dəyər verirəm. Və hər zaman mən deyirəm ki, bizim verilişimiz necə ki insanları o şəfalı məsləhətlərimizlə, necə insanları şəfalandıran həkimlərimizlə, necə şəfalandıran musiqilərlə, elə də bizim verilişimizin formatı şəfalıdır. Bugün onu da vurğulamaq istəyirəm ki, studiyamızın qonağı Ahu xanım Musayevadır. Özü həkim, osteopat, naturopat, eyni zamanda deyərdim ki, Azərbaycanda yeganə və tək mütəxəssisdir ki, hansı ki, osteopat pedaqoqdur. Doğrudan da bu mənim üçün çox dəyərlidir. Bir daha məni dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Ayrıca olaraq müğənnimizə, cavan müğənnimizə də təşəkkür edirəm gözəl ifasına görə. Azərbaycan gəncləri daima zirvələrdə olsun arzuluyuram. Demək, mənim böyük bir missiya ilə mən bu Tibb Universitetinə daxil olanda belə deyim, həmişə qrup yoldaşlarıma deyərdim ki, mən resept yazmayacağam. Mən dərman yazmayacağam. Deyirlər ki, bəs necə müalicə edəcəksən? Necə həkim ola bilər ki, nə resept yazmasın, nə dərman? İndi baxın, onun sirri nədədir? Mən dərman yazmayacağam deyirdi və zaman var idi, yəni bu başa düşülən deyildi. Zaman keçdi, Tibb Universitetini bitirdim. Müəyyən bir zamandan sonra osteopatiya adında bir elmin olduğunu bildim və bu elm Amerikadan gələn bir elmdir. O barədə araşdırmalar apardım. Məlum oldu ki, bu elm yəni Amerikada inkişaf eləyib 130 il bundan əvvəl Amerikan cərrahı Stil tərəfindən. Deməli, ömrünün sonuna yaxın bir cərrah əlindəki skalperi qoyur yerə, deyir insanı barmaqlarla da müalicə etmək olar. Nə gözəl. Əllərlə də müalicə etmək olar. Təbiətlə də müalicə etmək olar və bu artıq mənim arzularımla üst-üstə düşdü. 2019-cu ildə Türkiyəyə mən dəvət aldım. Tez şəklində Türkiyədə sınır bilim konfransı var idi, ora göndərdim. Skalyozlarda aldığım nəticəyə görə, üst sinirində aldığım nəticəyə qısa müddət ərzində, yəni heç bir dərman istifadə eləmirsən, əllərinlə üst sinirinin parizidir və yaxud da skalyozlardır, böyük ölçülü deformasiyalar geri qayıdır. Mən bunları göndərdim və cavab aldım, dəvət aldım ora. Ora dəvət alandan sonra Türkiyədə, Trabzonda biz demək sınır bilim konfransından sonra ardı-arda dünyanın başqa-başqa ölkələrinə mənim bu işimə görə dəvətlər gəldi.
Yəni o vaxtı konfranslar da az idi. İndiki kimi hər gün demək olar ki, ölkə daxilində bəlkə də bir gündə 30-a yaxın konfrans keçirilir. Amma o vaxt Bir konfranslar məqam da da çox az vurğulamaq idi. istəyirəm ki, Ahu xanım nəinki Azərbaycan Tibb Universitetini bitirib, eyni zamanda hal-hazırda Rusiyada bitirib, bitirmə dövründədir və artıq onun böyük bir layihəsi deyim, böyük bir ideyası var, böyük bir missiyası var. Mən hər zaman deyirəm ki, biz bu həyata elə-belə gəlmirik. İstər İlqar, istər Ahu xanım, istər mən, hər bir insanın həyatda biz bu dünyaya doğulanda bir missiyadan doğuluruq. Bir dəfə bu yaxınlardan elə hara mən mütəmadi gedirəm saç düzümə, make-upma. Elə yeri gəlmişkən burada da Evita Gözəllik Mərkəzinə dərin təşəkkürümü bildirmək istəyirəm. Mənim əzizim Şəhla xanıma bugünkü make-upımdan çox mutlu, çox məmnun oldum. Təşəkkür edirəm. Güney xanıma da dərin təşəkkürümü bildirirəm və orada bir xanımla tanış oldum. O mənə dedi ki, Şəfa xanım, siz artıq öz missiyanızı həyatda tapmısınız. Siz insanlara işıq verirsiniz. Bax, mən istəyirəm ki, bizim şəfalı həyat verilişə baxan hər insan həyatda öz missiyasını tapsın. Hər zaman insanlara yalnız yaxşı düşüncələrini desinlər, yaxşı sözlər desinlər. Yaxşılıq etməkdən yaxşılıq heç vaxt çox ola bilməz. Yəni nə qədər siz yaxşılıq etsəniz belə, istər bir müalicə ilə, istər bir gözəl sözlə, istər bir gözəl münasibətlə. Çox razıyam, tamamilə razıyam sizinlə. Bəli. Şəfa xanım, elə ona görədir ki, sizinlə olan bax bu münasibətimiz bizim davam elədi. İlk gündən tutdu bizim. Bəli. Ona görə ki, siz də insanlara şəfa vermək istəyirsiniz, təbiətlə şəfa vermək istəyirsiniz. Və yəni bax bu şəfanın belə deyim, torpaqdan gəldiyi, təbiətdən gəldiyi, yaradandan gəldiyi hər kəsə bəllidir. Və bu gün artıq həkimlər də mən tez-tez konfranslarda oluram, həm təhsilimlə bağlı ildə 5 dəfə yəni Rusiyada oluram və insanlar inanın ki, artıq dərmanlara ikinci bir müalicə metodikası kimi baxırlar. Hamı şəfalanmaq istəyir. Hamı təbiətdən istəyir şəfalanmaq. Təbii olan heç bir orqanizmə mənfi təsir edə bilməz. Orqanizmdə heç bir kumulyasiyası yoxdur, yığılmır, qalmır və o formada da insanın sağlamlığına xidmət edir. Və odur ki, bax, həmin missiya ilə də elə. Şəfa xanım, mən davam edeyim sözümü. Nəsə əlinizdə o sənət var. Mən bilməm o nədir. Ahu xanım onu gələndən bərk-bərk tutub. Mənə də maraqlı gəlir ki, əlində nədir o? İlqar, yəqin sənə də maraqlıdır. İlqar da baxır. Görəm diqqətlə, mən də baxıram. İllərlə gözlədiyimiz, illərlə artıq belə deyim, necə deyim, o arxasınca qaçdığımız bir məqam, o çətinliklərdən keçərək artıq bugün inşallah ki, biz missiyamızı yerinə yetirmək üzrəyik bəlkə də, Allahın izni ilə, bəlkə də bir qapıdan sonra növbəti bir mərhələyə keçirik. Azərbaycan Osteopatiya və Qarabağ Təbabəti Naturopatiya İnstitutunu sentyabrdan açacağıq. Afərin. Teşekkür İlqar, ederim. mən istəyərdim sən də öz fikrimi deyəsən. Çünki İlqar da maşallah öz gözəl formadadır. Hər zaman özünün sağlığına diqqət edir. Ahu xanım, həqiqətən bugün şad oldum. Ahu xanım, bayaqdan onu düşünürəm ki, Ahu xanımın terapiyalarına getmək lazım, terapiyalarından yararlanmaq lazımdır və bütün bizi izləyənləri, hər kəsi dəvət edirəm. Ahu xanım həqiqətən Azərbaycan tibb elmində böyük bir çevriliş edir. Bəli. Şəfa xanım, Yəni mən onun canlı şahidiyəm. Bəli, var olsun belə həkimlərimiz, var olsun belə gözəl həkimlərimiz. O bəzən deyirlər, həkim yoxdur. Xeyr, Azərbaycanda həkim yoxdur. Xeyr, elə deyil. Həqiqətən son zamanlar bir çox dəyərli həkimlərimizi mən tanıyıram ki, onlar həqiqətən insanlara 100% şəfa verirlər və Ahu xanım da o insanlardandır ki, o elə bayaq Ahu xanım deyəndə, o universiteti sadalayanda, o şəfalı əlləri sadalayanda, mən artıq bildim ki, bu xanım bu işin adamıdır. Bəli. Çünki o xanımın o bilinir ki, o danışığından, o iki kəlmə sözdən artıq bilinir ki, xanım bu işin mənimsəyib, və professionalıdır bu işin. Və insanlara deyirəm ki, professionallara, peşəkarlara üz tutsunlar. Və biraz düşünürəm ki, dava dərmanı daha çox təbabət, mənə elə gəlir ki, insanlara daha çox kömək eləyir. Biz gələndə, yəni sizin o, necə o gözəl ifanız, onun özü də bir şəfadır. Qarabağla başladım da, siz də Qarabağlısınız. Qarabağla başladınız. İnanın ki, bu bizə doğrudan da bizim əhval-ruhiyyəmizi yüksəltdi. Bugün missiyamızda Qarabağ təbabətini yaratmaq, daha doğrusu bu institutu yaratmaq və bu günləri sizin də onunla başlayan o gözəl səsinizlə. Və günü-gündən gözəlləşən Qarabağımızda belə bir dünya səviyyəli bizim gözəl həkimlərimizin olması həqiqətən sevindiricidir.
Teşekkür Yaşasın ederiz. böyük Azərbaycan və onun qurucuları. Çox sağ ol Çox İlqar, sağ ol. çox sağ ol Ahu xanım. Mənim əzizlərim, yenə də hər zaman olduğu kimi Şəfalı Həyat verilişimizin növbəti qalibləri bugün də təyin olundu. Bilirsiniz ki, hər verilişimizdə bizim sual-cavab rubrikamız var və rubrikamızda udanlara elə studiyamızda hədiyyələr təqdim olunur. Sponsorlarımızdan odur ki, növbəti və bugünkü qalibimizi təqdim etmək istəyirəm. Buyurun, xoş gəlmisiniz. Salam, xoş gördük. Çox sağ olun. Özünüzü təqdim edin. Aytən Əliyeva. Xoş gördük Aytən xanım. Çox Bilirsiniz ki, bugün siz Şəfalı Həyat verilişinin qalibi təyin olundunuz və sualınız nə idi? Hansı məhsullar laktozsuz məhsullardır? Hansı məhsullar laktozsuzdur və cavab? Süd, qatıq, kərə yağı. Çox sağ olun, təşəkkür edirəm. Və bugün bizim sponsorumuzdan hədiyyələr təqdim olunur. Ay maşallah, necə ağırdır. Mən istəyirəm hədiyyələrimizə bir baxası, baxın burada. Xama, kəsmik, hamısı hər kəs istifadə edəcək. Qaymaq, peta pendiri, motal pendiri, dil pendiri, qatıq. Maşallah, əli dolu gedirsiniz. Sizi təbrik edirəm. Hər zaman Şəfalı Həyatı izləyin. Sağlam qidalanın, sağlam olun. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Odur ki, mənim əzizlərim, siz də hər bazar günü saat 3-də ARB kanalında Şəfalı Həyatla qalın. Həm sağlamlığınızı əldə edin, həm də əli dolu hədiyyələrlə gedin. Mənim əzizlərim, Şəfalı Həyat verilişi yenə də davam edir və hər zaman olduğu kimi Şəfalı Həyat verilişimizdə sual-cavab rubrikamız var. Odur ki, mənim əzizlərim, siz də düzgün cavab verin, düzgün və tez cavab verən qalib olacaq. Diqqətiniz məndə olsun. Ölkəmizdə ən çox tanınan və ən çox istifadə olunan şəkərsiz şirniyyat hansıdır? Ev şəraitində ən tez hazırlanan ağartı məhsulu hansıdır? Suallarımıza ilk və düzgün cavab verən şəxslər qaliblərimiz olacaq. Suallarımıza cavab vermək üçün Instagram səhifəmə yazırsınız, siz də qalib olursunuz və studiyamıza gəlib hədiyyələrinizi alırsınız. Azərsüd, Evita Gözəllik Mərkəzi, Diablonun baş sponsorluğu, Biolayan Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə Şəfalı Həyat davam edəcək. Azərsüd, Evita Gözəllik Mərkəzi, Diablonun baş sponsorluğu, Biolayan Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə Şəfalı Həyat davam edir. Verilişimizin baş sponsoru Azərsüdə təşəkkür edirəm. Mənim əzizlərim, siz də sağlıqlı, orqanik, təbii, keyfiyyətli, ağartı qidalardan istifadə etmək istəyirsinizsə, o zaman siz də Azərsüddən istifadə edə bilərsiniz. Baxın, səhər durursunuz, gözəl Azərsüdün bütün məhsullarına süfrə açırsınız. İstəyər xamasından, istəyər pendirindən, istəyər saçaq pendiri, istəyər motal pendiri, qaymağı yeyirsiniz, dadından doymursunuz. Mənə sual verirsiniz ki, Şafa xanım, kərə yağı hansından istifadə edirsiniz? Bax, mən ailəmdə sözün əsl mənasında yalnız Azərsüdün kərə yağından istifadə edirəm. Bütün salatlara xamanı istifadə edirəm, elə Azərsüdün xamasından istifadə edirəm. Və onu da nəzərinizə çatdırım ki, bax, səhər durdunuz, hansı pendiri yemək, elə mənim ən çox sevdiyim motal pendirindən siz də istifadə edə bilərsiniz. Təbii dad, təbii ki, öz fermamızdan. Verilişimizin baş sponsoru Diabloya dərin təşəkkürümü bildirirəm. Dərin təşəkkürümü bildirirəm ona görə ki, Azərbaycanda ilk dəfə belə keyfiyyətli, şəkərsiz şirniyyatlar təqdim ediblər bizə və mənə dəfələrlə sual verirlər ki, hansı şirniyyatdan istifadə edə bilərəm? Baxın, mənim əzizlərim, şokolad sevənlər, glutensiz, tam tərkibi orqanik, 75-85% şokoladlardan siz də istifadə edə bilərsiniz. Dadından yedikcə doymaq olmur, eyni zamanda yeyirsiniz və kilo almırsınız. Tərkibində qatqılar yoxdur. İstəyər vaflisini, istəyər peçenyasını, istəyər sorma konfetlərinin, istəyər şokoladlarının, yəni bütün dadları möhtəşəmdir. Nəzərinizə çatdırım ki, həddən artıq çox çeşidlər var. Hər ağız dadına uyğundur və ən önəmlisi odur ki, şəkərsizdir. Yeyirsiniz və kilo almırsınız. Nuş edin. Verilişimizin baş sponsoru Evita Gözəllik Mərkəzindən dərin təşəkkürümü bildirmək istəyirəm. Əziz xanımlar, gözəl, formada, baxımlı görünmək istəyirsinizsə, siz də birbaşa Evita Gözəllik Mərkəzindən baş çəkin. Evita Gözəllik Mərkəzində
Bütün qulluqlar möhtəşəmdir. Komanda peşəkardır. Hər birinin üzündə gözəl bir təbəssüm var. İstər spa, istər masaj, istər idman, istər saç düzümü, yeri gəlmişkən saç düzümü də hər zaman onlar edirlər. İstər make-up, elə make-up'ımı da yenə də Evita Gözəllik Mərkəzində ediblər. İstər baxım, yəni hər bir şey möhtəşəmdir. Nəzərinizə çatdırım ki, hətta başı bağlı xanımlar da ora rahatlıqla baş çəkə bilərlər. Və yeri gəlmişkən Bioline Jato İtalyan brendini də, İtalyan kremlərini də elə Evita Gözəllik Mərkəzində əldə edə bilərsiniz. Bugün sizə Evita Gözəllik Mərkəzində satışda olan Bioline Jato günəş qoruyucu kremini təqdim etmək istəyirəm. Həm üzü nəmləndirir, həm çox gözəl qoruyucu vasitədir. Yaya gedirik, odur ki, siz də Bioline Jato'nun kremlərindən rahatlıqla istifadə edə bilərsiniz. İndi sizi təəccübləndirəcəm. Gözəl Buyurun. ifa, şəfalı ifa. Bəli. Şəfalı həkimlər, şəfalı reseptlər. Bugün də mətbəxdə şəfalı həyat sizinlədir və mən təbii ki, sizin həkim diyetoloqunuz Şəfa Yadigarova yenə də öz faydalı reseptlərimlə sizinləyəm. Baxın, bugün çox rahat hazırlanan, faydalı, arıqladıcı, tox tutan bir şəfalı salatı sizlə paylaşacağım. Deyəcəksiniz, bu salatın fərqi nədir? Fərqini izləməkdə olun. Görəcəksiniz, fərqimiz nədir? Deməli, ən çox gözəl arıqladır. Gözəl formada saxlayır. Deyərdim ki, vitamin bombasıdır. Eyni zamanda yaddaşa gözəl təsir göstərir. Bağırsağa gözəl təsir göstərir. Liflərlə zəngindir. Belə tox tutucu effekti var. Mən çox sevirəm kərəözü. Bax, belə gözəl. Ətrinə baxın. Bütün studiyada ətri yayıldı. Deməli, kərəöz çubuğunu gözəl-gözəl, bax, belə xırda-xırda doğrayırsınız. Özdə yeməyi bişirəndə, hazırlayanda hər zaman deyin ki, bu mənə fayda gətirir, bu mənə şəfa gətirir, bu məni gözəl formada eləyir. Da demin ki, vay, mən bu yeməyi yeyəcəm, necə tox qalacağım, mən bu yeməyi yeyəcəm, arıqlayacam mı? Elə söz demin. Deyin ki, bu yemək mənə gözəl şəfa gətirir. Elə bu dəqiqə şəfalı həyata baxarkən, götürün, soyuducunuzda görün, bunlar varsa, bu məhsullar, bunlardan istifadə edə bilərsiniz. Kərəöz çubuğunu qəşəng xırda-xırda doğrayırıq. Deyəcəksiniz, salat və çiyələk. Deyəcəm, niyə? Çiyələk bir gilə meyvə kimi çox gözəl insana toxluq hissi verir və glikemik indeksi aşağıdır, liflərlə zəngindir. Qoz nəyə görə? Qoz, mən tək demirəm, bütün dünyada alimlər deyir. Qoz bizim beynimizə xatırladır forması. Ona görə gündə 3-4 ləfə yedikdə bizim yaddaşımız çox gözəl olur. Çünki omega 3 ilə zəngindir. Biberdir, vitamin C ilə zəngindir. Pomidor likopinlə zəngindir. Burada limondur, vitamin C ilə zəngindir. Tərxun bu dəqiqə mövsümə uyğundur. Çünki belə salatlara spesifik dad verir. Və burada kaxıdır. Və bu salatın üzərinə biz belə gözəl bir dadlı motal pendiri qatacağıq. Dadından inan ki, doymaq olmur. Mən özüm evdə etdim ailəm üçün və doğrudan da dadından bayıldım. Çox rahat hazırlanır. Yenə də vurğulayıram ki, evinizdə, ev şəraitində belə bir rahat salatı hazır edə bilərsiniz. Bunun üzərinə bizim tarxun, kaxını əlavə edirəm. Af xanım, siz necə baxırsınız sağlam qidalanmaya? Çox gözəl Şəfa xanım. O, yəni sağlam qidalanma deyəndə sağlamlıq deyiriksə, mütləq ilkini qidalanmadan gəlir. Bəli. Məhz mənim də sizin bu verilişinizə olan hörmətimdə, bəlkə deyim ki, düzgün olaraq, rasionları düzgün bölərək, hər kəsdən fərqli olaraq düzgün hər bir ingrediyenti uyğunlaşdıraraq insanlara təqdim etdiyinizə görə fərqlənirsiniz. Çox sağ olun, xanım. Bu çox önəmli bir məqamdır. Ümumiyyətlə, qidalanma ruhun qidalanmasıdır. Doğru, düzgün qidalanma ruhun qidalanmasıdır və hər günümüz qidalanma ilə başlayır, qidalanma ilə bitir və bunu doğru formada etmək lazımdır ki, bugünkü xəstəliklərə yol açan məhz həmin o qidalanmanın düzgün olmamağıdır. Bir 50%-dən yuxarı qidalanmanın düzgün olmamağıdır və su da çox vacibdir, çox doğru vurğuladınız. Həm zövqlə, həm də suyun canlı olaraq qəbul olunması, canlı içilməsi, yəni insan orqanizminə
uyğunlaşdırılan bir formada içilməsi, onun temperaturu vacibdir. Onun hansı insanın hansı pozada olmağa, hansı vəziyyətdə olaraq suyu bəli, çünki suyu içən zaman mədənin ayaq üstə içən zaman mədənin sallanması baş verir. Mədə sallanarsa digər orqanların sallanması baş verir. Yəni bunlar hamısı biri-birini belə deyim də qarşılıqlı olaraq biri-birinə təsir göstərir. Ümumiyyətlə bunların hamısını düzgün etmək lazımdır. Artıq mənim salatım hazırdır. Səbirsizliklə Bəli, gözləyirik. bəli, çox Gözləyirik ki, ondan maraqlı bir dadacaq. salat oldu. Mən istəyirəm onu bir daha sizə vurğulayım. Mən istəyirəm onu, olarmı mən bunu qonaqlarıma təqdim edim? Sizdən onu Gözəl. gözləyirik. Gətirin Amma burada yeyək. sonra bərabər bunu dadacağıq. Şəfalı salat. Mən deyərdim ki, bu doğrudan da mənim müəllif özüm olan bir salatımdır. Çox gözəl, Tərkibi görürsünüz, üzərində belə gözəl motal pendiridir, çiyələkdir, qozdur, tərxundur, kərözdür, sonra nədir? Pomidor çeridir, bir də tərxun dedim, bir də kərözdür. Bax, belə salatı edirlər. Üzərinə də istəsələr yağ, zeytun yağı əlavə edirlər. Görün nə gözəldir. İlqar, ətri də gözəldir. İstəyirsiniz, gətirin bir dadına da baxasınız. Ətrinə baxalım. Qoy elə gətirin, elə bərabər dadına baxaq. Çox gözəldir, həqiqətən Şəfa xanım. Əllərinizə sağlıq. İndi daha gördüm qonaqlarım çox bəyəndi salatımı. Qoy deyirəm ki, bir dadına da baxsınlar. Buyurun İlqar, buyurun Ağ xanım. Çox sağ olun. Bax, Şəfa görürsünüz xanım, necə təşəkkür. verilişdir. Bax, yeməyi yedizdiririk. İndi isə sizə bir sürprizim var ki, nəinki yemək yedizdə, biz çox qonaqpərvərik. Şəfalı həyat verilişi çox qonaqpərvərdir. Nəinki insanları gözəl bir süfrə açırıq, eyni zamanda hədiyyələrimiz də olacaq. Mən istəyirəm bugün bizim sponsorlarımızdan hədiyyələri təqdim edim qonaqlarımıza. Bax, kim ki şirniyyatdan vaz keçə bilmir. Bax, onlara hədiyyə. Ağxam, şirniyyat sevənsiniz? Çox. Bax, sizə bir gözəl hədiyyəm istəyirəm, açasınız, bir göstərəsiniz. İlqar, bilirəm ki, sən də şirniyyat sevənsən. Və bax, bolluca. Görün, nə qədər hədiyyəsi var İlqarın. Doğrudan, çoxdur. 10 günlük sənin şirniyyat kolleksiyan var. Bax, Həddən artıq buraya. çoxdur. Bəli. Göstərmək. Göstərək, şokoladlar. Bax, görün nə qədər. Ay Allah, nə qədər hədiyyəmiz var. Baxın. Hamısı dietikdir. Bəli, Hamısı bəli. dietikdir. Hamısı dietik, Bəli. şəkərsiz, glutensiz, rahatlıqla bunu yeyirsiniz, Eynidir də, formada o qalırsınız. yəqin edəmi? Bəli. Hələ bir dənə də hədiyyəm var. Bunları Bəli, almaq görün, üçün. görün Hər gün necə. bunları çayla Bəli, içirlər. necə qonaqpərvərik və bizim növbəti qonağımız, sponsorumuzdan da hədiyyəmiz var. Bu da elə sizə. Odur ki, sağlıqlı qidalanın, şəkərsiz qidalanın, Çox təşəkkür hər zaman ederim. formada olun. Çox sağ olun, təşəkkür. Siz sağ Sağ olun. olun, Şəfa xanım. Çox sağ olun, salatdakı həqiqətən çox gözəldir. Əllərinizə, ürəyinizə sağlıq olsun. Sağ olun Ağ xanım. Ağ xanım, mən səhərdən mənə sual qalıb, o əvvəlcə o sənətlə dayanmışsınız. İndi bu masanın üzərində bir daş dayanıbdır. Mən istəyirəm onunla da bağlı bir danışasınız. Çünki mənə danışalım. səhərdən maraq. Mən ilk dəfə görəndə şoka düşmüşdüm. Dedim, ay Allah, bu daşla Siz artıq necə? bundan tanışsınız, Bəli. necə tanırsınız? Mən bu daşla sizə diaqnoz qoymuşam. Bəli. Bax, məhz bu daş Kəlbəcərdən gələn daşdır ki, bu daş vasitəsilə diaqnoz qoyuruq. Peki düşünürlər ki, daşla diaqnoz qoymaq və yaxud illər öncə bəli, bu fikirlər var idi. Hətta indinin özündə də göstərəndə, hətta həkim yoldaşlarımızdan belə təqdim edəndə, hətta bir konfrans vardı, orada belə görəndə bu daş haqqında. Yəni, baxırsan ki, başa düşülmür o qədər, əlbəttə ki, başa düşülməz, amma bu daş insan orqanizmində bifurkasiya nöqtəsinə qoyulur. Həkimlər bilir haradır, siz bilirsiniz haradır insan orqanizmi bifurkasiya. Yəni aortanın paylandığı o şaxələnən sahəsidir. Göbək nahiyəsindən bir qədər yuxarıdır, kimi də yerin dəyişir, 1-2-3 santı. Və pulsasiyasına uyğun, bifurkasiyanın pulsasiyasına uyğun hansı orqan sallanıb? Yəni ptoz deyirik, orqanın sallanması. Yəni hansı orqanın, mədənin, böyrəyin, uşaqlıq yolunda qadınlarda sallanması, yəni bunların hamısını tədqiq edir. Hətta onu da Və bunu vurulur ki, tədqiq edir Şəfa xanım. Bu bizim əvvəlki Qarabağ xalq təbabəti adlandırdığımız metodikadır.
Osteopatiya ilə isə bunu biz təsdiq edirik və diaqnozunu test edirik və bunu dünya alimləri, dünya osteopatları, mən bu bir osteopatla da bunu belə deyim də, dünyada məşhur bir osteopatla bunun testini və retestini Aleksandr Kontsapolski, Tsımbalov var, həmin yəni o da İsrailli doktorlarımızdır. Rusiyalı həkim burada Azərbaycanda olanda bu daşın mahiyyətini görüb həqiqətən özləri də şoka düşmüşdü və bunun mahiyyətini elmi olaraq açıqlayanda özləri də düşünürdü ki, nə deməkdir. Amma məhz bunu təsdiqləmək üçün mən ikinci ali təhsili seçdim ki, Qarabağ xalq təbabətini elmi metodika ilə təsdiqləyə bilək və bu günə şükürlər olsun. Onu vurğulamaq istəyirəm ki, ümumiyyətlə bizim bədənimizdə hansısa bir orqan əgər öz yerini dəyişirsə, digər orqanlar mütləq zədələnir. Əgər bizdə adicə, baxın, osteopatdır da bizim həkimimiz Ax xanım, əgər onurğada dəyişikliklər varsa, bütün daxili üzlər dəyişir. Adicə üzümüzdə, əgər bizdə asimetriya, baxın, insanlar var ki, gedirlər kosmetologlara, plastiki cərrahlara müraciət edirlər. Amma burada nədir? Dərinin sallanması nə ilə bağlı? Müəyyən əzələlərin düzgün oturmaması, burada da sinir qidalanması pozulur, sümüklər yerini dəyişir. Yəni, bu o qədər bir dərin bir elmdir. Amma mən deyərdim ki, bu elm, belə deyək də, ən çətin elmlərdən biridir və o Ax xanımın ən böyük üstünlüyü odur ki, Ax xanım həm akademik həkimdir, həm alternativ həkimdir. Yəni mən deyərdim ki, akademik, yəni mən də o tibb universitetini bitirmişəm, amma osteopatiya artıq daha belə deyək də, daha geniş və geniş yayılmamış, indi o tanınan bir elmdir osteopatiya. Amma mən deyərdim ki, osteopatiyanın çox xəstəlikləri müalicə etmək olar. Əməliyyatları belə aradan götürmək olar. Asimetriyaları aradan götürmək olar və doğrudan da güvənli bir məqamı toxunmaq istəyirəm ki, güvənli bir həkim. Yəni, bir həkimə gedərsiniz, qeyri-peşəkar olaraq sizə deyər osteopat, inanın ki, sizin boynunuzu düzəltmək əvəzinə bütün onurğanızı zədələyə bilər. Ola bilər də elə bir şey, Ax xanım? Yəni, əlbəttə ki, qeyri-professional hər kəsə müraciət edirsənsə, nəticə almırsan. İnsanlar bilmir, Ax xanım, bilməyərək müraciət edə bilərlər. Yəni, osteopatiyada belədir ki, yalnız həkimin əlləri pasiyentini dinləyir. Sən məlumat alırsan, əlinlə toxunursan, məlumat alırsan və bu isə elmdir. Məsələn, biz tibb universitetində oxuyanda, təhsil alanda bizə deyirlər ki, anatomiyada kəllə sümükləri hərəkət eləmir. Anatomiyada yazılıb ki, kəllə sümükləri hərəkətsizdir, bilirsiniz. Bəli. Amma osteopatiya bizə deyir ki, kəllə sümükləri biri-birinə bitişdiyi sahələrdə mikro hərəkətə malikdir və bu mikro hərəkətə malik olma insan orqanizmini tənzimləyir. Hətta bir nəfəs alma və bir nəfəs vermə müddətində kəllə qutusunu əmələ gətirən sümüklərin bir dəqiqə ərzində nəfəs alması və nəfəs verməmiz anında hərəkətin dəyişməsi likvora təsir göstərir, cerebrospinal mayeyə təsir göstərir və bu da insanın bütün həyatını tənzimləyir. Və bu pozulursa, deməli xəstəliklər yaranır. Ona görə hər zaman deyirlər ki, biz necə nəfəs alırıqsa elə yaşayırıq. Doğrudan da nəfəs alma çox önəmlidir. İndi İlqar özü müğənnidir. Özü bilir ki, nəfəs alma çox önəmlidir. Biz onun təhsilini almışıq. Bəli. İncəsənət Universitetində bizim səhnə danışığı dərsimizdə düzgün nəfəs almağını biz öyrənirdik. Hətta bu prosesdir. Bunu yanıtmacılarla, hətta belə bizim müəllimimiz bizim belə qarnımızın üstünə düyü kisələri qoyurdu. Yanıtmazları deyədə nəfəs alıb vermə proseslərini biz öyrənirdik ki, yəni səhnədə danışanda necə nəfəs alıb vermə, düzgün danışmaqla, diafraqmanı işlətmək lazımdır, danışıq aparatını düzgün istifadə etmək lazımdır. Eyni zamanda ifa edəndə, oxuyanda. Çünki, məsəl üçün, cümlə bitmir, vergül var. Vergülə gedər belə orada bir nəfəs və ondan sonra yenidən davam etmək üçün bitmiş fikri cümlə ifadə edir və o bitmiş fikri sən ifadə etməlisən, insanlara çatdırmalısan. Həmişə bizim səhnə danışığı müəllimimiz deyirdi ki, söz bir topdur. Sən onu atmalısan, qarşındakını o dəyməlidir ki, o onu bilsin. Məsəl üçün, mən birinci danışanda elə danışırdım ki, qarşımdakı insan məni başa düşmürdü. Amma illərlə bunun üzərində işlədikdən sonra artıq yəni o danışığı mən özümdə formalaşdırdım. Necə oldu ki, bax qərar verdiniz ki, osteopatiya?
Bəli, elə məhz Şəfa Və məktəbi açmaq necə qərar verdiniz? Məktəbi açmaq da elə mənim o siz dediyiniz bayaqları missiyam o məktəbi açmaq olub. Bəli. Missiyam ondan ibarət olub ki, bunu mən bilirəmsə, bu qədim Azərbaycan təbabətidir. Qədim Qarabağ təbabətini mütləq bir miras kimi daşımalıyıq, öyrətməliyik. Yəni və bütün dünya çatdırmalıyıq. Necə ki, Çin təbabəti var, başqa ölkələrin təbabəti var və bu Qarabağ təbabəti adlandırdığımız, hansı ki, onun mən hal-hazırda dünyada elmi müəllifiyəm, Qarabağ təbabətinin elmi müəllifi olaraq demək istəyirəm ki, Afərin sizə. Qarabağ təbabəti və inanıram və sizi də inandırıram ki, dünyada yeni bir istiqamət kimi açılacaq dünyaya və dünya Qarabağ təbabətini tanıyıb, qəbul edib ondan bəhrələnəcək. Xanım, mən sizə bir siz nə arzu edirəm? Mən sizə arzu edirəm ki, sizin bu böyük bir layihə deyin, böyük bir işiniz deyin, böyük bir məktəbiniz nəinki Azərbaycanda, bütün dünyada səs salsın. Məsələ başqa ölkələrin, yəni fərqli mədəniyyətlərini bir yerə yığmaq üçün Heydər Əliyev Fondunun prezidenti Leyla xanım Əliyeva bu Qarabağ xalq təbabətinin yaradılmasında, bu institutun yaradılmasına da çox böyük töhfə verib və ayrıca olaraq təşəkkür edirəm. Bugünkü geyimimə görə düşünürəm ki, hər biriniz bugünkü geyimi çox bəyəndiniz. Diqqət Mən çəkdi, çox çox bəyəndim. Ray Sizsan var. Instagram səhifəyə keçə bilərsiniz, keçid ala bilərsiniz. Yeri gəlmişkən bugün gözəl studiyamızda rahat oturduq, gözəl söhbətlər etdik, gözəl ifalara qulaq astıq. Buna görə də Nur Mobilya, başda da Rəşad bəyə dərin təşəkkürümü bildirəm Rəşad bəy və keçirik İlqarın Dön Gəl ifasına görə kimə onu səsləndirib görəsən. İtirmişəm gündüzü gecəmi, səndən eşidəndən əlvida. Soruşsan ki halım necədir, inan heç tanımazsan məni daha. Sənə rahatdırsa mənə çətin, dünən kimi yanımdadır keçəni. Bu qədər kədər verib demə, gücün varsa yaşamağı seçəbil. Gəzdiyim hər yerdə sanki səni görürəm. Addımlarımı sayır hər küçə, hər döngə. Yalnız qaldıq bir mən, bir də kölgəm. Sənə tək bir sözüm olacaq, o da dön gəl, dön gəl. Nə bir ümidim yox, nə bir xəyalım, dön gəl, dön gəl. Sənsiz mənə boş gəlir həyatım, dön gəl, dön gəl. Gülüşün qara gecələri boyadı, gedişin kabusum olub boyadı. Ömrümü verə biləcəyim o qadın, dön gəl, dön gəl. Nə bir ümidim yox, nə bir xəyalım, dön gəl, dön gəl. Sənsiz mənə boş gəlir həyatım, dön gəl, dön gəl. Gülüşün qara gecələri boyadı, gedişin kabusum olub boyadı. Ömrümü verə biləcəyim o qadın. Çoxdan dəyişmişəm, əvvəl susmazdım, indi dinməz. Gülüşünə isinən qəlbim, indi heç bir gülüşə isinməz. Dərdimi yaşadan kəsdən, başqası dərdimi bilməz. Mənə təsəlli vermə, təsəlli heç vaxt göz yaşı silməz. Gəzdiyim hər yerdə sanki səni görürəm, görürəm. Addımlarımı sayır hər küçə, hər döngə, döngə. Yalqız qaldıq bir mən, bir də kölgə. Sənə tək bir sözüm olacaq, o da dön gəl, dön gəl. Nə bir ümidim yox, nə bir xəyalım, dön gəl, dön gəl. Sənsiz mənə boş gəlir həyatım, dön gəl, dön gəl. Gülüşün qara gecələri boyadı, gedişin kabusum olub boyadı. Ömrümü verə biləcəyim o qadın, dön gəl, dön gəl. Nə bir ümidim yox, nə bir xəyalım, dön gəl, dön gəl. Sənsiz mənə boş gəlir həyatım, dön gəl, dön gəl. Gülüşün qara gecələri boyadı, gedişin kabusum olub boyadı. Ömrümü verə biləcəyim o qadın. Azərsüd Evita Gözəllik Mərkəzi, Diablonun baş sponsorluğu, Bioline Jato kosmetik vasitələrinin xüsusi sponsorluğu, Nur Mobilyanın sponsorluğu ilə şəfalı həyata baxdınız.